Salam. Axşamınız xeyir olsun. Bu günləri mama ilə mamam yeyir. Bu günləri qızımla balqabaq kutabı pişirdik. Süperdir. Çox gözəldir, dadı zadı. Resepti sona qədər izləyin ki, necə hazırladığımızı görəsiniz. Bizə lazım olan ərzaqları bu gün mən yox, mamam eləyəcək. Qızım neyniyim? Elə bir dənə belə eləyim, hamısı gəlsin. Belə eləyirsən. Bir dənə belə elə. Gəldi. Gördün? Hə, Qəşəng, gəldi. rahat. Verərəm apararsan evə, evdə oturarsan belə hamısı rahat işlərimi görər. Bizə lazım olan ərzaqlar: un, Xəmir üçün də. xəmir üçün un, duz, su. Yəni biz indi çox hazırlamırıq da. Ailə üzvlərinə görə xəmir yoğurur mama. Yəni burada 2 stakan, yenə də tökək, yoxsa bəs eləyək? 2 stəkan. Xəmir də qalanda, bu xəmir qalanda israf olmur ki, onsuz da xingal eləmək olar. Xingal eləmək olar, həri. Düşbərəm. Bu duz. Duzu orada tökmüşəm, bir doludur da. Bilmirəm indi özün nə qədər istəsən. Ağız dadına görə. Hə, ilıq su lazımdır bura. Suyu birdən-bir əlavə etmirik. Adi bir xəmirdə əslində, yəni belə. Adicə Bilməyənlər üçün bilir, mənimdir, sənindir. Qəşəng. Yəni mama xəmiri göstərək necə olmalıdır. Belə elə, yumşaqdır. Belə xəmir olsun ki, açanda da rahat olsun. Hə, ay sağ ol. Açanda da rahat olur. Şükür Allaha bu qədər eləmişik həmişə. Açanda rahat olur. Yəni droj olmadığına görə saatlarla gözləmirik də. Yox, nə droj lazım deyil. 5-10 dəqiqə xəmir belə dinlənsin. Bal qabağı vaxtacan təmizləyək, hə mama? Qoyaq kənara. Qoy. Belə. Xəmiri hazır elədik, qoyduq. İndi isə bal qabağı doğrayaq. Lazım olduğu qədər. İnşallah içi yaxşıdır. İnşallah. Bu rəngi də rəngdən gəlib, rəngi də fərqlidir. Fərqlidir, hə. Qəşəng aşı olur. Yəqin ki, hazırlayırlar. Bir videomda var idi, paylaşmışdım bunun içində. Qəşəng olur, dadlı olur. Həm də faydalıdır. Bunu qızardıb yeyəndə də çox qəşəng alınır. Bal qabağının heç yanına atmırıq. Çünki hər tərəfi faydalı. Sadəcə qabıqlarından başqadır. Yəni qabıqlarını tullayıram. İçindəki tumları isə blenderdən keçirdirəm. Papa, mama dərman kimi də belə vitamin qəbul edir. Qabıqlarını təmizləyirəm. Yəni qabıqlarını mamuçka bura qoyarsan, sonrasını qoymayaq. Onun biri deyəcək meyvədir, o birisi deyəcək tərəvəzdir. Mama belə eləginən biri daha rahat olar. Xırdaladıq. İndi tökürük qazana. Van potda. Ağzını bağlayıram. Aparım balaca xotda qazan. Xəmirimiz yumşalıb, dinlənib. Baxın, bu şəkildə qəşəng bişdi. Heç nə qatmaq lazım deyil. Nə duz, nə şirini. Çox əladır, lirik bal qabağı. Bal qabağımız da bişdi. Bal qabağımız da hazır, bal qabaq hazır, bişdi. Nə əlavə edirik? Heç nə əlavə etmirik. Hamısı özündəndir. Bazardan alanda, yəni hazırlayanda mama həmişə turşu əlavə edir, nar əlavə edir, duz. Hansı olur da, ya turşu, ya nar. Duzunu həmişə vururam, eləyirəm. Biraz şirini qatırdım. Nəsə dadsız olanda. Amma bu əladır. Hər şey özündən. Buna həmin o qədər sevdi ki, yəni vurmuruq biz. Heç nə. İndi buna heç əlavə etməyəcəyik. Yəni çoxları ola bilsin ki, yazırlar, deyəcəklər ki, belə olmaz. Yəni amma əgər içində həqiqətən də natural şəkildə hər bir şey varsa, dərmansız zadsız bir sözlə. Bu dərmansız, bilinir ki, dərmansızdır. Faydalı. Xəmirimiz də qəşəng, mama açır. Həmişə mama ilə video çəkəndə mamam işləyir. Quzu kəsərəm. Xanım o qabı gətirib qoyaq. Lazım. Oy, çaşdım. Belə balaca küldələr olur. Amma böyük deyil mi? Yox, nə böyük. Açırıq kündəmizi. İlk açanda bununla rahatdır. Mərdanə. Sonra oxlayın. Nazik olmalıdır da, hə mama qutabın xəmiri? Belə də, lap nazik yox. Biz orta boy qutablar hazırlayırıq. Bir dənə göy qutabı eləyəndə belə onu yük eləyirik. Bax, bu qalınlığında olsun. Bax, belə. Belə olsun.
Tapdım. Biri bu boyda, biri bu boyda. Mənim xoşum gələn budur. Bu kitab şunu değil, yaxşıdır da. O Mama həmişə piraşki bişirəndə bunu verirdi xəncərə. O da balaca əlləri ilə açırdı. qalıb da o İndi də videolar. yaxşı balaca yuxuyanlar satırlar. Uşaqlar Çoxdan satırlar, Hə, çoxdan. ona görə özünüz hazırlayanda, mamalar, indi çox mamaların səbri yoxdur. Həmişə deyirəm ki, uşaqlarımızla hazırlayanda nənələrdə səbir var. Sağ olsun. Nənələr. Nə, uşaqlarla bir yerdə hazırlasınlar uşaqlıqda. Görürsən nə qəşəng xəmirdir. Belə. Yəni oy şirin şirin, qəşəng qəşəng. Bunları qoyaq kənara, sonra birdən aparacağam bişirməyə. Hə, mama? Kitablarımız hazır oldu. Mama düzdür yordu. Xəmir açmaq biraz Yox, tək. bayağı adam yorulur. Gəllər və sağlıq rahat istəm. Çox sağ ol. Əziyyət Sən də. çəkdin. Həmişə mama ilə video Sən çəkəndə də, mamam əllərə daha çox sağlıq. işləyir. Allah Dadına köməyiniz baxaq. olsun. Hər şey bərəkətli olsun. Hamının Allah razı olsun. Bol və bərəkətli Amin. etsin. Dadına baxay anaşım. Baxaq. Qəşəng yağlı, kərə yağı ilə bu şəkildə. Ver mən tutum səni. Yo, mən Qəşəng. istəyirəm sən birinci dadına baxasan, çünki bal qabağı sən sevmişdin çox. Bismillah. Çox adam yəni Amma istidir. soysun. Can, mən də baxım da. Bismillah. Amma həqiqətən içinə heç nə lazım deyildi. O için kusan. Çox Super. ləzzətlidir. Adam da su içmək istəmir ki, ağzına o dad getməsin. Çünki həqiqətən çox dadlıdır. Xəncər sənə verəcəm. Çox faydalıdır. Uşaqlar çoxları sevmir. Ətlə daha çox sevirlər. Biz mama ilə çox xoşlayırıq. Tikirib özümüz oturub yeyirik. Hə mamam? Çox ləzzətlidir. Gəlmişdim nənənin yanına. Oy mama. Gəlmişdim nənənin yanına. Mili, mama nə heç videoda çəkilmirsən, qaçırsan. Çox ləzzətlidir. Siz də bişirin, yeyin. Nuş olsun. Hı? Nuş olsun. Bilmirəm ki necə. Mama ilə götüreyim. Sonra Xədicə ondan düzəldəcəm.